Mədəniyyət mərkəzi baxımsız haldadır. Döşəmələr sökülüb, tabanı isə uçub. Bura Qaradağ rayonu Ələt qəsəbəsi Dəmir Yolçular küçəsində yerləşən Şəhid Zaur Qurbanovun adını daşıyan mədəniyyət evidir. Sakinlər deyir ki, qəsəbənin yeganə mədəniyyət evi illərdir baxımsız vəziyyətdə qalıb. Arxamda gördüyünüz yer mədəniyyət evinin tamaşası, bura isə insanların oturduğu yer sayılır. Yəni Ələt qəsəbəsi sakinləri normalda burada oturub hansısa tamaşanı izləyə bilərdilər, ancaq faktiki vəziyyət o qədər acınacaqlıdır ki, burada ayaq üstə durmaq belə çətindir. Biz həmişə gəlib burada Hind kinolarına baxırdıq. Çox gözəl mədəniyyət evi idi. İndi baxın da görün nə bərbad haldadır bura. Xanəndəyəm, yəni bugünkü də yəni öz fəaliyyət dərnəyi yoxdur. Yəni bugünkü də bu uşaqlar hamısı yəni müraciət edirlər ki, mən bir qəsəbədə bir klub olsun, bir park olsun. Yəni onunla bağlı mən heç bir şey eləyə bilmirəm. Dəfələrlə müraciət eləmişik sakinlər adından, şəhidimizin anasına müraciət edib və 30 ildir verdikləri bir cavab var ki, qarşıdakı illər ərzində maliyyə imkanları çərçivəsində baxılacaq. Mədəniyyət evi ilə yanaşı onun qarşısında yerləşən Nəriman Nərimanovun adını daşıyan 2,5 hektarlıq parkda uzun müddətdir eyni aqibəti yaşayır. Bura isə qəsəbə sakinlərinin yeganə istirahət eləyə biləcəyi park sayılır, ancaq parkdan faktiki əsər əlaməti yoxdur. Nə bir oturacaq var, nə də insanların istirahət etməsi üçün başqa bir şərait. Necə xatırlayırsan ümumiyyətlə? Mən buranı xatırlayıram ki, elə bil ki, cənnətə girirdim. Hər tərəfdə gül çiçək, baseynədə su axırdı, fontan, 3 qız var idi orada içərisində. İçərisində balıqlar var idi. O bax, o gördüyünüz. İndi nə var yaxşı burada? İndi nə var burada? İndi heç nə, bu da keçilər. Hələ indi yaxşıdır. Bir 2 aydan sonra tikan basacaq bura, başı girmək mümkün olan şeydir də, yəni bura. Qəsəbə sakinləri adından, şəhidimizin ailəsi adına xahiş edirik, köməklik göstərsinlər, burada abadlıq işləri görülsün. Bir skamyaka falan yoxdur ki, otursun, yaşlı arvad dincəlsin. Məsələ ilə bağlı qəsəbə bələdiyyəsinə getdik. Bələdiyyə sədri Azad Musayev bildirdi ki, mədəniyyət evi və park Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin balansındadır. Sözügedən məkanların abadlaşdırılması üçün aidiyyatı üzrə müraciət edilib. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Dəmir Yol Qapalı Səhmdar Cəmiyyətinə müraciət olunub. Onlar tərəfindən də bura baxış rəsmləri, yəni burada iştirak ediblər, baxıblar birlikdə. Yəni rəsmi məktuba da cavab ünvanlayıblar ki, belə bir, yəni nəzərdə tutulub. Ancaq nə vaxt olacağı bəllidir. Vaxtı xeyr. Yəqin indi bildirilib ki, maliyyə çətinlikləri ilə bağlı, nə ilə bağlı belə bir problemlər var. Mədəniyyət evi və parkın nə zaman abadlaşdırılacağını dəqiqləşdirmək üçün Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə də əlaqə saxladıq. Qurum məsələyə münasibət bildirməkdən imtina etdi.